Deyirlər, gələcək texnologiyaya məxsusdur. Amma texnologiyada idarə olunmasa, sadəcə düymələr yığınıdır. Bir tərəfdə kod yazanlar var, digər tərəfdə isə idarə edənlər. Amma ən maraqlısı odur ki, gələcək bu ikisini sadəcə bir insanda birləşdirmək istəyir. Bugünkü sualımız budur. Müasir IT mütəxəssisi daha çox proqramçı olmalıdır, yoxsa düzgün qərar verən menecer? Bumerang başladı. Suallar atılır, cavablar bəzən sistemdən, bəzən isə təcrübədən qayıdır. Bugün studiyamızda texnologiya və idarəetməni eyni masa arxasında toplayan bir qonaq var. O, ADNUS-un IT və İdarəetmə Fakültəsinin dekanı Fərid Ağayevdir. Xoş gəlmisiniz Fərid müəllim. IT və idarəetmə bugün bir fakültədə birləşib. Sizcə bu təsadüfdür, yoxsa artıq texnologiya tək başına işləyə bilmir? Bugün həm cəmiyyətin idarə edilməsində, həm sənayenin idarə edilməsində söhbət təkcə texnologiyadan, söhbət təkcə müəyyən qurğuların tətbiqindən getmir, eyni zamanda idarə etmə qabiliyyəti olan mütəxəssislərin yetişməsindən gedir. Və burada önə çıxan ən başlıca məsələlərdən biri qərar qəbul etmə bacarığının olmasıdır. İdarə etmək üçün ən vacib məqam qərar qəbul etməni düzgün. Əgər idarə etmədə qərar qəbul etmə düzgün deyilsə, bu istər cəmiyyətdə olsun, istəyirsə texnologiyada olsun, istəyirsiniz adi bir mexanizmlərdə olsun, bu nəticəsi ya katastrofaya aparıb çıxaracaq, ya yanlışlıqlara aparıb çıxaracaq. Bugünkü tələbələr həm kod yazır, həm də layihə idarə edir. Bəs Fərid müəllim, sizcə bu iki bacarıq bir-birini tamamlayır, yoxsa daha çox çaşdırır? Tələbə kodu nə üçün yazmağını bilməlidir. Bu kodu nə üçün yazır? Bu kod ona nə verəcək? O proses necə idarə olunacaq? Və burada bu məsələlərdə heç bir təsadüflükdən söhbət gedə bilməz. Tələbə bütün bu məsələlərin hamısına müəyyən hazırlıq mərhələlərindən keçməklə gəlməlidir. O, kodu texnologiya üçün yazır, obyektin idarə edilməsi üçün yazır, mexanizmlər üçün yazır, mühafizə üçün yazır, cəmiyyət üçün yazır. Bütün bunlar üçün onun silsilə hazırlıqları olmalıdır. Bu təhsil prosesində tələbə üçün bu həlqədən qopan hər hansı bir hazırlıq onu yarımçıqlığa aparıb çıxaracaq. Təbii ki, onun mükəmməl bir mütəxəssis kimi yetişməsi nisbətən çətin olacaq. Ona görə tədris prosesini elə qurmaq lazımdır ki, tələbə çox az təsadüflərlə qarşılaşsın. Sistemli bir yanaşma olsun ki, bitirəndə bir mükəmməl, kamil bir mütəxəssis kimi həm cəmiyyət üçün, həm texnologiyalar üçün yararlı bir şəxsiyyətə çevrilmiş olsun. IT sahəsində oxuyan tələbələr bəzən düşünür ki, idarəçilik sonradan öyrənilir. Bəs sizcə liderlik də kod kimi öncədən yazılmalıdır? Övladlarımızı körpəlikdən, orta məktəbdən, universitet auditoriyalarından cəmiyyətə kəsilməz olaraq idarə etmədə mükəmməl mütəxəssislər kimi hazırlamalıyıq. Əgər onların idarə etmədə müəyyən bir yanlışlıqları olacaqsa, onu sonradan düzəltmək çox çətin olacaq. Çünki kodlamanı və s. öyrənmək olar, nələrisə düzəltmək olar. Amma idarə etmə bir məktəbdir, onu professional səviyyədə, çox yüksək səviyyədə dərk eləmək lazımdır. Bu da nümunələrlə olur. Yəni, universitet idarəçiliyində, rektorun idarəçilik məktəbi, fakültələrdə, kafedralarda tələbələr bir tələbə özünü idarəçilik məktəbindən keçərək özlərini sabaha hazırlamalıdırlar və sabah işlədikləri yerə yetkin həm bir mütəxəssis kimi qeyd elədiyiniz sahədə o sahənin mütəxəssisləri kimi getməlidir, həm də idarə edici kimi getməlidirlər. Onlar ali təhsilli mütəxəssislər kimi müəyyən kollektivlərdə idarəçilikdə olacaqlar. Fakültəyə yeni gələn tələbələr adətən deyir ki, mən texnologiya istəyirəm. Bəs 4 il sonra həmin tələbələr daha çox nə istəyir? İş, məsuliyyət, yoxsa komanda? Artıq biz orta məktəbdə bilməliyik ki, bu gələcəyin kod yazanlarındandır. Yəni bunlar mükəmməl IT sahəsinin mütəxəssisləri olacaq, təhlükəsizlik sahəsinin, kompüter mühəndisliyin. Bunlar gələcəyin hüquqşünasları olacaq, bunlar gələcəyin tarixçiləri olacaq, bunlar gələcəyin politoloqlar olacaq. Yəni biz artıq övladlarımızı belə təsadüfi seçimlər qarşısında qoymamalıyıq. Yəni bu nöqteyi nəzərdən
Əlbəttə ki, mən bir fakültə dekanı kimi, bu sahədə çalışan bir insan kimi çox istəyərdim ki, universitetə yeni gələn tələbə məqsədli gəlsin. Mən Azərbaycan Dövlət Neft Sənaye Universitetinə IT sahəsində mütəxəssis olmaq üçün gəlmişəm. Mən avtomatlaşdırma sahəsində mütəxəssis olmaq üçün gəlmişəm. Və bugün, məsələn, bizim tələbələr içərisində informasiya təhlükəsizliyinə, IT sahəsinə, eləcə də digər sahəyə məqsədli gələnlər var və onların uğurları göz qabağındadır. Və bunu biz geniş ictimaiyyətə təbliğ eləməliyik, öz tələbələrimizi başqalarına nümunə göstərməliyik. İdarəetmə deyəndə çoxları sadəcə rəhbərlik eləməyi anlayır. Bəs sizcə yaxşı idarəçi daha çox nə edir? Danışır, dinləyir, yoxsa analiz eləyir? Yaxşı idarəçi sözün əsl mənasında yaxşı bir idarə etmə komandası formalaşdırır. İdarəçilik yerinə yetiriləcək hər hansı bir işdə idarə edən kollektiv məsuliyyətinin aşılanmasıdır. Yəni burada bir rektor, bir prorektor, bir dekan, bir kafedra müdürü yox, bütün kollektiv məsuliyyət altında olmalı. Bunun üçün kollektiv idarə etmə prinsipi formalaşdırılmalıdır. Əgər bu prinsip varsa, onda hər şeyə nail ola biləcək. Yəni bununla bağlı mən gənclərə layihə menecmentindən, layihələrin idarə edilməsindən, idarəetmə prinsiplərindən ciddi məşğul olmağı tövsiyə edirəm. Orada qarşıya çıxan birinci, ən ciddi məsələlərdən biri layihə komandalarının, idarə etmə komandalarının formalaşdırılmasıdır. Burada psixoloji faktorlar var, uyğunlaşmalar var, rəhbərliklə işləmək qaydaları var və s. var. Və təbii ki, mən deyərdim ki, bu məsələdə idarəetmə komandasının formalaşması birinci yerdədir. Düzgün komanda formalaşacaqsa, bütün çətinliklərə baxmayaraq uğurlar olacaqdır. Texnologiya çox sürətlə inkişaf edir. Bəs sizcə fakültə bu sürətə necə çatır? Proqramlarla, yoxsa sadəcə düşüncə tərzini dəyişməklə? Peşəkar bir müəllim istəsə belə öz sahəsində bütün o dinamik, sürətli inkişafın templərini tuta bilməz və onları əldə edə bilməz. Ancaq onun əlində çox gözəl bir silahı var. Onlar onun gənc tələbələridir. Əgər onları düzgün istiqamətləndirsə, onların hər biri o yenilikdən zərrə-zərrə gətirsə, həm özləri inkişaf edəcəklər, həm də müəllimlərini də inkişaf elətdirəcəklər. Yəni burada yol yenə də gəncliyindir. Yenə də gənclik. Dil sahəsində bacarıqları var, texnologiya sahəsində bacarıqları var. Yəni bunlar, bütün bunların mərkəzində tələbə durmalıdır. Tələbə dünyanın ən qabaqcıl fikirləşən zümrəsidir, ən ağıllısıdır və ən qabaqcılıdır. Azərbaycan gəncliyinin də, belə deyərdim, ən qabaqcıl, bizim öz dilimizdə desək, qaymaqları bizim tələbələrimizdir. IT və İdarəetmə fakültəsini bitirən tələbələr gələcəkdə daha çox hansı rol tutur? İcraçı, analitik, yoxsa qərarverici? Buradan yenə də bir dekan kimi tam əminliklə deyə bilərəm ki, çox yaxşı idarəçilər də çıxacaq, çox yaxşı kodlaşdırıcılar da çıxacaq, çox yaxşı texnologiya bilgilərinə sahib olanlar da çıxacaq. Çünki bu 105 yaşı olan qocaman bir ali təhsil mərkəzinin ənənələridir. Hələ biz heç bir tələbəmizi əliboş yola salmamışıq. Yəni burada bunun hamısı olacaq. Amma mən çox istəyərdim ki, qeyd elədiyiniz o keyfiyyət göstəriciləri çox çalarlı olaraq hamısında özünü tapaydı. Yəni mənim tələbəm çox funksional olaydı. İdarəetmə yerində idarəedici kimi sözünü deyə biləydi, kodlayıcı kimi kodlayıcı yerində sözünü deyə bilərdi, texnologiya bilgilərində də sözünü deyə bilərdi. Onda biz çox sürətlə inkişaf eləyəcəyik. Ancaq mən əminəm ki, indi universitetdə aparılan islahatlar, strateji inkişaf planında nəzərdə tutulmuş məsələlər gəncliyimizi mütləq o istiqamətə aparacaqdır. Bəzən deyirlər ki, texnologiya insanı əvəz edəcək. Bəs Fərdi müəllim, sizcə idarəetmə sahəsində insan faktoru hələ də əsasdırmı? Feodalizmdən üzü bəri, bundan sonra da hansı inkişaf mərhələlərinə gedəcək, insan faktoru başlıca bir amil olacaq. Mənim yadıma gəlir 1980-ci ildə, onda süni intellekt filan söhbətləri yox idi. Nəsə bir fəlsəfi problem var idi.
suni şuur məsələsi qoyulmuşdu ortalığa ki, suni şuur yaradıla bilərmi? Və mən fəlsəfədən bu mənə bir referativ tapşırıq kimi verilmişdi, mən bunu işləmişdim. Və son nəticədə mən konferansda çıxışımda dedim ki, nə qədər mükəmməl nə yaradılırsa yaradılsın, insan beynini əvəz edəcək heç nə olmayacaq. Çünki o yaradılanların da hamısı insanın özünün beyninin məhsuludur. Deməli, ən mükəmməli yenə insanın beynidir. Biz sadəcə o çalışmalıyıq ki, bizim insanımız, Azərbaycan insanı doğrudan da çox mükəmməl bir insana çevrilə bilsin. Yəni, o həm elə mütəxəssis kimi mükəmməl olsun, həm insan kimi mükəmməl olsun, cəmiyyətə fayda verən olsun. Bax, biz buna çalışmalıyıq. Təbii ki, texnologiyalar və s. inkişaf elədikcə insanın zərərli texnologiyalardan uzaqlaşdırılması və s. bunlar hamısı bu saat günümüzün reallıqlarıdır. Ancaq mənim fikrimə görə heç bir yaradılmış nə də olsa o insanı sözün əsl mənasında əvəz edilə bilməz. İnsan mükəmməldir. Əgər bir tələbə həm texniki, həm də idarəetmə bacarığı qazanırsa, bu həmin tələbəni daha güclü mütəxəssis eləyir, yoxsa onun üstünə daha çox məsuliyyət yükləyir? Hər hansı bir gənc bir insan bir universitetdən güclü bir mütəxəssis kimi ayrılırsa, o çox məsuliyyətli bir insana çevrilir. Çünki onun yaxşı bir mütəxəssis olması üçün onun tələbəliyində məsuliyyəti olmasaydı, özünə qarşı tələbkarlığı olmasaydı, tədrisinə qarşı, özünün gələcəyinin hazırlanmasına qarşı məsuliyyəti olmasaydı, o ona gedib çıxa bilməzdi. Deməli, onun daxilində qurulmuş bir senzura, ona yad, kənar, adına, vətəninə, millətinə, layəqətinə belə deyək, ləkə gətirəcək heç bir şeyə yol vermədisə, bu kifayət qədər yaxşı bir insana çevrilir, mükəmməl bir insana çevrilir. O çox məsuliyyətlidir və cəmiyyət ondan həmişə yalnız xeyir götürəcəkdir. Yəni, məsuliyyətli bir insan həm də yaxşı bir mütəxəssis olur. Və gəldik son suala. Sizcə gələcəyin uğurlu məzunu daha çox nə ilə seçiləcək? Biliyi, düşüncə tərzi, yoxsa qərar vermək cəsarəti ilə? Hər bir insanın dəyəri onun elmi, biliyi qədərdir. Ona görə də hər bir insan daimi özünü təkmilləşdirməyə, mükəmməlləşdirməyə, daimi daha çox biliklərə malik olmaq istiqamətində çalışmalıdır və bu elə bir sərvətdir ki, ömrü boyu xərcləsən qurtarmayacaqdır. Ona görə mən Azərbaycan gəncliyinə, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin bütün tələbələrinə çox mükəmməl, çox geniş biliklərə malik olmaları, biliklər qazanmaqdan ac olmaları, heç vaxt doymamaları və bir də həmişə onlara arzu edərdim ki, biliklərini də öz aralarında həvəslə bölüşsünlər, bu sahədə xəsis olmasınlar. Bilik yeganə meyardır ki, nə qədər paylaşsanız çoxalacaq, sevgi kimi bir şeydir. Və burada xəstliyin yolu yoxdur. Yəni, həmişə sevincinizi, uğurunuzu bir-birinizlə bölün, bir-birinizdən qısqanclıq olmasın, faydalanmağa çalışın, öyrənməyə çalışın. Tələbələr, mənim fikrimə görə, müəllimlərindən daha çox bir-birlərindən öyrənməlidirlər. Əgər tələbə mühitində doğrudan da öyrənmə varsa, diskussiyalar varsa, biri digərinə nəyisə daha yaxşı bildiyini sübut eləməyə çalışırsa, o çox sağlam mühitdir və o mühitdən çox savadlı mütəxəssislər çıxacaq. Çox sağ olun Fərid müəllim. Görünür, gələcək sadəcə texnologiyanı bilənlərə yox, onu düzgün şəkildə idarə edənlərə məxsusdur. Bu da mənim üçün bir imtahan oldu və mən bir neçə ildən sonra indi başa düşdüm ki, tələbələrim imtahan verəndə nə çətinliklər çəkirlərmiş. Mən yekun olaraq demək istəyirəm ki, elə olsun ki, burada qazanılan biliklərlə mənim Azərbaycan gəncliyim nə həyatda, nə işdə, nə başqa heç bir yerdə, heç bir çətinliklərlə qarşılaşmasınlar. Onların insani keyfiyyətləri, mütəxəssis bacarıqları onları bütün situasiyalardan, bütün çətinliklərdən uğurla çıxarsın. O da bizim ümumi cəmiyyətimizin bir uğuru olacaqdır. Bu yolda
Yenə də hamınıza sonsuz uğurlar arzu eləyirəm, çünki Azərbaycan gəncliyinin uğurluğu bütövlükdə cəmiyyətin uğurludur. Hər şeyə görə minnətdaram, kollektivimizə də minnətdarlığımı bildirirəm və yeni görüşlərədək. Bugün öyrəndik ki, gələcəyin mütəxəssisi sadəcə bir sahə ilə kifayətlənmir. O həm anlayır, həm analiz eləyir, həm də qərar verir. IT və idarəetmə bu sadəcə bir fakültə adı deyil, bu düşüncə modelidir. Bumerang kimi sualları atdıq, cavabları sistemli şəkildə qayıtdı. Unutmayın ki, gələcək kodla başlayır, amma qərarla davam edir. Sizi Həmrəylik günü münasibətindən təbrik edirəm, daha sonra da yeni il münasibətindən təbrik edirəm. 2026 sizə uğur gətirsin, hamımız üçün uğurlu bir il olsun. Əvvəlinə baxıram, axırına bir dəqiqə. Məni kəsməyim, nə öyrəngisini kəsməyim. Şokdayam. Çoxdandır belə intervyularım falanım olmuyor. Okay, bugün bəlkə də rek olmaya bilər, amma bir dəfəyə danışdıq. Darmağa vaxtım var ki. Vallahi qızım elə sualları verir, kürəyim də doludur. Dərsini dəyişməyiniz. Özünüzə yadigar saxlayarsınız indi. İmtahanlarınızı oxuyun, hazırlaşın, dərslərinizi də oxuyun.